Parket vurulduqdan sonra problemlər adətən dərhal yox, bir müddət keçdikdən sonra ortaya çıxır. Bu videoda o problemlərdən danışacağıq. Ən çox rast gəlinən problem şişmədir. Parket nəm çəkir. Altlıq düzgün olmayanda və ya keyfiyyətsiz material olanda qabarmalar başlayır. İkinci problem isə aşınmadır. Temperatur fərqi. Ucuz parket nəticəsində lövhələr bir-birindən ayrılır. Üçüncü problem isə tez cızılma və səthin korlanmasıdır. Xüsusilə nazik üst qatlı parketlərdə az istifadədə belə bu tip izlər qalır. Bəzi parketlərdə səs problemi olur. Üzərindən yeriyəndə xışıltı, cırıltı gəlir. Bu isə parketin səhv qurulmasından yaranır. Bir də var rəngin dəyişməsi. Gün işığına davamlı olmayan parketlər zamanla solur və ya saralır. Ona görə parket alanda təkcə görünüşə yox, keyfiyyətə, şəraitə və istifadə məqsədinə baxmaq vacibdir. Parket City'də biz məhz bu problemlər yaşanmasın deyə uyğun parketi və düzgün həlli təklif edirik.